Salam əziz uşaqlar. Bugün sintaktik əlaqələr mövzusunun izahına baxacağıq. Azərbaycan dilində sözlər, söz birləşməsi və cümlələr arasında iki cür əlaqə olur. Bir, məna əlaqəsi, iki, sintaktik əlaqələr. Məna əlaqəsi adından da göründüyü kimi sözlərin məna cəhətdən bir-biri ilə əlaqələnməsidir. Burada bizə iki birləşmə təqdim olunubdur. Ağıllı uşaq və qırmızı şar birləşmələri. Bu birləşmələr arasında həm məna cəhətdən əlaqələnibdir, həm də sintaktik cəhətdən. Amma biz bunu ağıllı sözünü şar, qırmızı sözünü uşaqla əlaqələndirsək, ağıllı şar yaxud qırmızı uşaq bu zaman məna əlaqəsi itmiş olacaq. Məna əlaqəsi olmadığı halda sintaktik əlaqənin də bir əhəmiyyəti qalmır. Ümumiyyətlə, bəs sintaktik əlaqələr nədir desək, mövzu konkret nümunə üzərindən bunu izah eləyəcəm sizə. Mən mağazadan kitab və dəftər aldım nümunəsində. Baxırıq ki, hansı sözlər bir-biri ilə əlaqələnir. Yəni, sintaktik əlaqə nə deməkdir? Söz birləşməsi və cümlədə sözlər arasında olan qrammatik bağlılığa, uyğunluğa sintaktik əlaqələr deyilir. Bu cümlədə mən aldım, mağazadan aldım, kitab aldım, dəftər aldım. Bu sözlər hər biri digəri ilə əlaqələnir. Amma mağazadan kitab, mağazadan dəftər və yaxud da ki, mən kitab, mən dəftər dedikdə burada məna əlaqəsi yoxdur. Yəni, bunlar bir-biri ilə qrammatik cəhətdən əlaqələnmirlər deyə burada sintaktik əlaqə də olmayacaqdır. Və sintaktik əlaqənin Azərbaycan dilində olan iki növü var ki, tabeslik əlaqəsi və tabellik əlaqəsi. Tabeslik əlaqəsi adından da göründüyü kimi, burada olan sözlər bir-biri ilə qrammatik cəhətdən əlaqələnir, lakin bir-birindən asılı olmur. Yəni, bir-birinə tabe olmurlar. Hər iki tərəf bərabər hüquqlu sözlər olur. Və bu bərabər hüquqlu sözlər adətən həmcins üzvlər adlanır ki, yəni tabeslik əlaqəsi həmcins üzvlər və tabesiz mürəkkəb cümlənin tərəfləri arasında olur. Həmcins üzvlər dedikdə biz elə bayaqki cümləmizə qayıtsaq, mən mağazadan kitab və dəftər aldım. Kitab və dəftər sözləri sadalama yolu ilə yaranan həmcins üzvlərdir. Və kitab və dəftər sözü arasında tabesizlik əlaqəsi var. Yəni, bir-biri ilə əlaqəli deyillər, asılı deyillər, sadalanıblar, həmcins üzvdürlər və onlar arasında tabesizlik əlaqəsi var. Və yaxud da mən, anam və qardaşım rayona getdik cümləsində mən, anam və qardaşım sözləri arasında tabesizlik əlaqəsi var. Çünki bunlar həmcins üzvdür. Və tabesiz mürəkkəb cümlənin tərəfləri arasında da olur. Tabesiz mürəkkəb cümlə, məsələn, deyək ki, yağış yağdı, külək yatdı birləşməsində iki cümlədir, amma bu cümlələrdən biri digərinə tabe deyil. Və tabesizlik əlaqəsinin iki göstəricisi var. Bir, intonasiya. İntonasiyanın yazda göstəricisi vergüldür və tabesizlik bağlayıcıları. Az öncəki cümlədə kitab və dəftər tabesizlik əlaqəsi birləşdirmə bağlayıcısından bağlamışdır. Birləşdirmə bağlayıcısı da bilirik ki, tabesiz bağlayıcının, tabesizlik bağlayıcının növlərindən biridir. Ona görə tabesizlik əlaqəsini tapmaq üçün tabesizlik bağlayıcılarını bilmək də bizim üçün çox önəmlidir. İkinci əlaqə isə tabellik əlaqəsidir. Tabellik əlaqəsi Azərbaycan dilində daha geniş istifadə olunan əlaqədir və bunun üç növü var. Uzlaşma, idarə və yanaşma əlaqəsi. Və bu əlaqələrin hər birinin özünə məxsus göstəriciləri var. İlk öncə başlayacağıq uzlaşma əlaqəsindən. Uzlaşma əlaqəsi nədir desək, uzlaşma əlaqəsi yəni tərəflərin bir-biri ilə uyğunlaşması əsasında yaranır. Belə deyək, biz söz birləşməsində də əsas və aslı tərəf birləşməsini eşitmişdik, sözlərini daha doğrusu. Söz birləşməsində necə olurdu? Əsas tərəf ikinci idi, aslı tərəf isə birinci idi. Amma sintaktik əlaqələrdə bu əksinədir. Yəni, əsas tərəf birinci olacaq, aslı tərəf isə ikinci olacaq. Çünki biz söz birləşməsində uşaqlara deyirdik ki, biz bunu tərs məntiqlə yadımızda saxlayaq. Normalda əsas birinci olmalıdır, amma söz birləşməsində əsas tərəf ikinci tərəf olur. Amma sintaktik əlaqədə əsas tərəf elə birinci olacaq, aslı tərəf isə ikinci olacaq. Və gəlirik dediyim kimi uzlaşma əlaqəsi. Uzlaşma əlaqəsi əsas tərəfin tələbi ilə aslı tərəfin onunla şəxsə və kəmiyyətə görə uzlaşması əsasında yaranır. Deməli, uzlaşma əlaqəsinin göstəricisi nədir? Şəxs və kəmiyyət şəkilçiləri.
Bəs uzlaşma əlaqəsi harda olur desək, bunu mütləq qeyd edirik. 1. Mübtəda və xəbər arasında olur. 2. İkinci və üçüncü növ təyini söz birləşmələri arasında olur. Mübtəda və xəbər arasında uzlaşma əlaqəsinin göstəricisi şəxs və kəmiyyətdir. Mübtəda xəbərlə şəxsə görə uyğunlaşır. Məsələn, deyirəm ki, mən birinci şəxsin təkidir. Gəldi sözünü biz mənə uyğun olaraq şəxs onluğunu artıracağıq. Deməli, mən gəldim. Biz bura gəldik, gəldisiniz və s. deyə bilmərik. Çünki bu zaman şəxsə görə uzlaşma pozulacaqdır. Azərbaycan dilində uzlaşma əlaqəsi, şəxsə görə uzlaşması heç vaxt pozulmur. Bəzi istisna hallar var, buna sonda toxunacağıq. Kəmiyyətə görə uzlaşma nədir? Kəmiyyətə görə uzlaşma sadəcə üçüncü şəxsdə bəzən pozula bilir. Məsələn, deyirəm ki, onlar üçüncü şəxsdə gəldilər olacaq. Lara uyğun olaraq biz bunu kəmiyyətə görə uyğunlaşdıracağıq. Deməli, mübtəda canlı olduqda xəbər mütləq cəmdə olmalıdır. Mübtəda heyvan olduqda, məsələn, quşlar uçdu. Uçdu da deyə bilərik, uçdular da deyə bilərik, amma uçdu olduğu halda kəmiyyətə görə uzlaşma pozulacaqdır. Və deyə bilərik ki, məsələn, stollar təmizləndi. Uzlaşma əlaqəsi burada kəmiyyətə görə yenə pozulmuş olacaq, amma norma isə qorunmuş olacaqdır. Deməli, canlı olanda mütləq uzlaşır, cansız olanda uzlaşmır, heyvanlar olanda isə uzlaşa da bilər, uzlaşmaya da bilər. Bəs kəmiyyətə görə dedik ki, uzlaşma heç vaxt pozulmur. Mən deyirəmsə, mən gəldim. Sən deyirəmsə, sən gəldin, siz gəldiniz. Deməli, mübtədanın şəxsinə uyğun olaraq xəbər də ona uzlaşır. Deməli, burada mübtəda əsas tərəfdir, xəbər isə asılı tərəf olacaqdır. Burada amma istisna məqam var idi, demişdim ki, əgər mübtəda əlavəli işlənərsə mən, məsələn, Məcidova Pərvin gəldim desək, burada mübtəda ilə uzlaşacaq, amma mübtədanın əlavəsi ilə Məcidova Pərvin gəldim deyəndə şəxsə görə uzlaşma pozulur. Və yaxud da ki, xəbər şəxs əvəzliyi ilə ifadə olunarsa, mənəm, məsələn, deyirəm ki, gələn mənəm. Burada gələn üçüncü şəxsdir, amma mənəm birinci şəxsdir. Deməli, şəxsə görə uzlaşma bu şəkildə istisna hallarda nə ola bilər? Pozula bilər. Deməli, uzlaşma əlaqəsinin göstəricisi şəxs və kəmiyyətdir və həmçinin mənsubiyyət şəkilsini də deyəcəyik. Mənsubiyyət şəkilsi ikinci və üçüncü növ təyini söz birləşmələrinə görə, daha doğrusu ikinci və üçüncü növ təyini söz birləşmələrinin arasında olacaq. Məsələn, deyirəm ki, kitab vərəqi ikinci növ təyini söz birləşməsidir və yaxud da ki, dənizin qırağı. Burada da yenə uzlaşma əlaqəsi var. Uzlaşma əlaqəsinin göstəricisi burada mənsubiyyət şəkilçisidir. İkinci bir əlaqə idarə əlaqəsidir və idarə əlaqəsini bizə tapmaq üçün bizə ən başlıca hal şəkilçiləri lazımdır. Biz harda hal şəkilçisi gördüksə, ismin yiyəlik, yönlük, yerlik, təsirlik, çıxışlıq hallarının şəkilsini gördüksə, deməli orada idarə əlaqəsi var. Hal-hazırda biz görürük ki, dənizin sözündə yiyəlik hal şəkilçisi var. Deməli, ikinci növ və üçüncü növün arasında həm idarə, həm də uzlaşma əlaqəsi olacaq. İdarəni biz hal şəkilçisinə görə deyəcəyik, uzlaşmanı isə mənsubiyyət şəkilçisinə görə deyəcəyik. Deməli, idarə və uzlaşmanı tapmaq üçün deməli bizə nə lazımdır? Biz onların əlamətlərini mütləq yadımızda saxlamalıyıq. Və üçüncü əlaqə yanaşma əlaqəsidir. Bu əlaqənin növləri məktəb proqramında çox da geniş keçilmir. Ümumiyyətlə, buraxılış proqramında da çox geniş nəzərdə tutulmur. Amma bunu bilmək bizə sintaktik əlaqələrdə və ümumiyyətlə gələcəkdə sintaktik təhlildə çox kömək olacaqdır. Yanaşma əlaqəsi. Yanaşma əlaqəsi yenə keçən dəfə keçdiyimiz birinci növ təyini söz birləşməsinin arasında olacaq. Bunu daha yaxşı yadda saxlamaq üçün təyin və təyin olunan arasında mütləq ki, təyin olunan tərəflər arasında yanaşma əlaqəsi olur. Birinci növ təyin söz birləşməsi necə olurdu? Uca, dağ.
Birinci növün xüsusi göstəricisi yox idi deyə yanaşma əlaqəsinin də deməli xüsusi göstəricisi olmayacaq. Amma təyinlə yanında, məsələn, təyin mübtəda uca dağ deyiriksə, bu mübtədadır. Bu isə onun təyinidir. Yanaşma əlaqəsi olacaq. Təyinlə tamamlıq arasında, təyinlə zərflik arasında, elə təyinlə təyin arasında belə, məsələn desək ki, qara saçlı qız. Biz bunu təyini keçəndə qeyri-həmcins təyin deyəcəyik buna. Qara saçlı qız. Qız mübtədadır, saçlı bir təyindir, qara isə digər təyindir. Bu qeyri-həmcins təyindir. Təyinlə təyin, təyinlə mübtəda, təyin tamamlıq, təyin zərflik, təyin ismi xəbər və təyin fe'li xəbər, həmçinin zərfliklə fe'li xəbər arasında da biz bəzən deməli yanaşma əlaqəsini görə bilərik. Məsələn, deyirəm ki, axşam gəldim birləşməsində tərəflər arasında yanaşma əlaqəsi var. Deməli, biz idarə uzlaşma yanaşma əlaqəsini cümlədə tapmaq üçün onların göstəricilərini bilməliyik. Uzlaşma əlaqəsinin göstəricisi şəxs, kəmiyyət və mənsubiyyət şəkilçisi oldu. Mübtəda xəbər ikinci və üçüncü növ təyin sözü birləşmələri arasında oldu uzlaşma əlaqəsi. İdarə əlaqəsinin göstəricisi hal şəkilçiləridir. Ona görə də hal şəkilçisi olan bütün sözlərlə, əgər digər sözlər arasında bir əlaqə varsa, bu əlaqə idarə əlaqəsi olacaq. Ona görə ikinci və üçüncü növ arasında həm idarə, həm uzlaşma olacaq. Yanaşmada isə xüsusi bir göstərici yoxdur. Və əgər bir cümlədə tabesizlik əlaqəsi varsa, orada mütləq ki, tabellik əlaqəsi də var. Ümumiyyətlə, biz buna testlərdə çox zaman ayrı-ayrı rastlaşmayacaq. Ümumi bizə tabellik və tabesizlik deyə soruşacaq. Düşünürəm ki, o şəkildə də bunu tapmaq çətinlik törətməyəcəkdir. Bugünkü dərs bu qədər. Düşünürəm ki, faydalı oldu, anlaşılıqlı oldu.